Bir çox insan var ki, hələ də səsimi batırmaq istəyir. Məni örtbasdır etmək, haqqıma girmək istəyirlər. Amma bu qeyri-mümkündür. Axşamaz xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu 7 tamam verilişində deyib. Mən o vaxt Bayatı Şirazı bir dəfəyə oxumuşdum. O zaman deton götürmək kimi şeylər yox idi. Nə oxumuşdunsa o idi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzu edirəm. Ali Başkomandanımıza Allah can sağlığı versin. Bir şeyi demək istəyirəm ki, onun iştirak etdiyi tədbirlərə mən də gedim. Desinlər ki, Bayatı Şirazı oxuyan mənəm. Nə olar ki, mən buna görə yanıram. Bilirsiniz ki, Sovet dövründə inciləri axtarırdılar, üzə çıxarırdılar. İndi isə inciləri bastırırlar. Niyə görə? Mən varam axı, yaşayıram, ölməmişəm. Hələ Tacir Şahmalıoğlu yaşayır. Niyə məni ört bastır, vurçux etmək istəyirsiniz? Deyə Tacir Şahmalıoğlu bildirib.